Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugün mən sizlərlə zəncirotu mürəbbəsinin necə hazırlanmasını paylaşmaq istəyirəm. Buna bir növ bal da demək olar. Bildiyimiz kimi zəncirotu çox faydalı bir bitkidir. Bir çox xəstəliklərdə istifadə olunur və bundan hazırlanan bal da bir o qədər faydalı və həm də dadlıdır. Keçim hazırlanmasına. İlk öncə onu qeyd edim ki, bu mürəbbəni hazırlamaq üçün toplanan çiçəkləri şəhərdən kənar bir ərazidən, yəni təmiz bir ərazidən toplamaq lazımdır. Çünki bu çiçəkləri hazırlayarkən yumaq məsləhətli deyil və yəni təmiz ərazidən yığılsa daha yaxşı olar. Bax belə, çiçəklərin ancaq baş hissələrini toplayıram və ümumiliklə 400 ədəd çiçək toplamaq lazımdır. Bax beləcə 400 ədəd çiçək topladım və başlayım hazırlamağa. Qeyd edim ki, mən mürəbbəni yalnız sarı çiçəklərindən hazırlayacağam. Ona görə də yaşıl hissələrini kəsib atıram. Yəni bunları yaşıl hissəsi ilə birlikdə də hazırlamaq olar və onda hazırlanma qaydası bir başqadır. Mən bu dəfə yalnız sarı çiçəklərdən istifadə edəcəm. Bax beləcə sarı çiçəklərini kəsib ayırıram. Bu cür sarı çiçəklərini ayırdım və mən bunları yumuram. Qeyd edim ki, yuyulmasa daha çox faydalı olur. Yəni mən də təmiz ərazidən yığdığıma görə yumuram. Daha sonra bu çiçəklərin üzərinə 1 litr soyuq su əlavə edirəm və qarışdırıb qoyuram plitənin üzərinə, orta xodda qapağını örtüb 10 dəqiqə qaynadıram. Bax beləcə 10 dəqiqə qaynadıqdan sonra bura 1 çay qaşığı limon duzu əlavə edirəm. Yəni dolu olmayan silmə çay qaşığı limon duzu əlavə edib qapağını örtüb yenidən 25 dəqiqəyə vam xodda qaynadıram. Və 25 dəqiqə qaynadıqdan sonra altını söndürüb qoyuram 1-2 saat dinlənməyə. Yəni soyusun, həm də dəmlənsin. Soyuduqdan sonra bunu bax beləcə tənzif vasitəsilə süzürəm. Suyunu süzürəm və çiçəklərini də əlimdə yaxşıca sıxıram. Bax belə və sıxdığım çiçəkləri də tullayıram. Bu qədər suyu çıxır və daha sonra çiçəyin suyuna 1 kilo 200 qram şəkər tozu əlavə edirəm. Yəni bura 1 kilo da əlavə etsək bəs edər. Şəkər tozunu əlavə edib yenidən qarışdırıram və qoyuram orta xodda qaynamağa. 40-45 dəqiqə qaynadıram. Kəfi çıxdıqca köpüyü, yəni bu yığılmalıdır.
Daha qatı əgər istərsəniz 50-55 dəqiqədə qaynatmaq olar. Artıq qaynamasından bilinir hazır olmağı. Məndə tam 50 dəqiqə qaynadı və hazırdır. Altını söndürüb götürürəm. İlk istisi keçdikdən sonra bankalara yığıram. Bax, məndə 400 ədəd çiçəkdən bu qədər bal çıxdı. 2 dənə yarım kiloluq, bir də bankanın yarısından. Mən bankaya isti yığdığıma görə qapaqlarını örtmürəm. Tam soyuduqdan sonra qapağını örtürəm. Bankada çox tünd düşür rəngi, amma bu qədər belə açıq sarı rəngdədir bal. Çox asan hazırlanır. Həm çox faydalı, həm çox dadlı bir bal alındı. Xanımlar, siz də hazırlayın, istifadə edin və faydasını da görün. Hələlik bu qədər. Sağ olun. Yeni videolarda görüşənədək. İnşallah ki, bəyəndiniz.